10.000 manata qədər ala biləcəyiniz avtomobillər növbəti videolarda 20.000, 30.000 manata davam etdirəcəm. 10.000 manata qədər ala biləcəyiniz avtomobillərdən hansıları tövsiyə edərdim? Nissan ailəsindən Nissan Maximalara baxa bilərsiniz. A32 gövdə və ya A33 gövdə. Avtomobilin zəif iki tərəfi var. Bu hər iki gövdə üçün keçərlidir. Avtomobilin əylət sistemi kifayət qədər zəifdir. Özüm istifadə eləməmişəm, amma forumlarda oxuduğum qədərilə hər iki avtomobilin əylət sistemi kifayət qədər zəifdir və hər iki avtomobil 3 motor V6 olduğuna görə yanıcağı kifayət qədər çox işlədir. Ortalama 12-13 litr ilə qarşı verir. Amma real həyatda bu belə realizə olunmur və 16-17 litr civarında benzin işlədir. Maximaların iki motorları da var, amma təəssüflər olsun ki, Azərbaycana idxal olunan zaman iki motorları Azərbaycana gəlməyib. Yəni varsa da mən rastlaşmamışam. Audi ailəsindən Audi A4, Audi A8-lərə baxa bilərsiniz. Audi A8-lərin TDI motorlarından, yəni dizel motorlarını tapsaz bəlkə almaq olar, amma A8-lərin 3 motor V6 olanları və ya V8 səhv eləmirəmsə, amma V6 olmalıdır. Kifayət qədər çox yanacaq işlədir və burada nəzərə alın ki, siz business class avtomobil alırsınız. Yəni ucuz qiymətə alsanız da bu avtomobilin yenə də xərcləri business classdır. Hansı ki alacağınız əyləc mədləri, alacağınız hər hansı bir ehtiyatçıları business class qiymətinə alacaqsınız. Mercedes ailəsinə qayıtsaq S-Class ala bilərsiniz bu qiymətə. Hansı ki bu S-Classında kifayət qədər riding costları çox olacaq, çünki o da business classdır və alacağınız ehtiyat hissələri business class qiymətində olacaq. Audi A4-lər VAG qrup aid olduğu üçün əslində belə etsək, kamuflaj olunmuş B6 kuzadır. Volkswagen B6 kuzası Passat'ın. Demək olar ki, eyni texniki parametrlərdir. B6-da sizi gözləyən bütün problemlər həmçinin Audi A4-də də sizi gözləyir. Volkswagen ailəsinə baxsaq, Passat ala bilərsiniz. Hansı ki Passat'ın B5, B.5 və B6 kuzasını ala bilərsiniz. Bunlardan dözümlülük cəhətdən bildiyim qədərilə B5.5'lər daha dözümlüdür, amma kifayət qədər köhnə nəsildir və bu avtomobilin xarici görünüşü bugünün tələblərinə cavab vermir. Amma B6 kuzanın restyle olanın iki motor TCI motorlarını belə desək tapa bilsəz, yaxşı vəziyyətdə olanı tapa bilsəz, uzun müddət problemsiz istifadə edə bilərsiniz. Bu avtomobillər 2 turbo mühərrik ilə təchiz olunur və kifayət qədər seviyə avtomobillərdir. Benzin sərfiyyatı 11-12 litr civarında olacaq. Təbii ki, turbo avtomobillərdə siz qaz pedalını nə qədər bassaz, avtomobil o qədər də yanacaq istifadə edəcək. B6-nın yaxşısını tapsaz almaq olar, amma restyle olmayanların TFSI motorlarını, yəni olanların təəssüflər olsun ki, problemləri kifayət qədər çox olur. Volkswagen ailəsində özünü doğulmuş avtomobillərdən biri Polo'dur, amma təəssüflər olsun ki, 10.000 manata qədər ancaq Polo'nun köhnə belə desək gövdəsini ala bilirsiniz. Bu da məsləhət deyil. Polo'nun yeni gövdəsi 10.000-20.000 belə desək videosunda olacaq. Hansı ki, köhnə gövdə Volkswagen Golf ala bilərsiniz. Onun da bir neçə mühərrik və bir neçə ötürücülər qutusu var. Bunun da forumlardan axtarıb hansı gövdənin məsləhətli